Bakın, ben çok büyük heyecanla bunu size gösterdim. Çoktur. Ben bunu gösterip körpə balalarımız, körpə 9 gün qabaq qoyulub 25 bin adam baxıb. Nədir bu? Kimdir bu uşaqları oraya yığan? Kimdir bu körpələri buna cəlb eləyən? Kimdir bizim beyinləri ağ kağız kimi tərtəmiz olan balalarımızı yad adət-ənənələrə, yad dəyərlərə tərəf sürükləyən, körpələri sinə döydürən? Kimdir bu? Və bir daha sual verirəm və bu sualım çox haqlıdır. Niyə 30 il bundan qabaq bu kliplər çəkilmirdi? Niyə 30 il ərzində bir dəfə bu haqda bir şeylər getməyib? Niyə 30 il ərzində bir dəfə bu kəlimə dövlətləri fikirləri çıxmadı? Yalnız İslam müqəddəsləri adından istifadə edərək Azərbaycanın dövlətçiliyinə təhdid yaratmaq üçün istifadə edirlər. Bu açıq aşkardır. İçimizdədirlər. Çəkiblər. Üzləri görünür. Hər şey bəllidir. Mən dövlət qurumlarını görevə dəvət edirəm. Balalarımızın gələcəyi üçün. Bu nə böyük təhlükədir. Baxın, Ermənistan durub kənarda. Ermənistan nə deyirik? Deyir baş üstə. Başı da salır aşağı. Bunlar imkan vermir. Niyə bunu əvvəl eləmirdiniz, indi eləyirsiniz? Nədir bu çağırışlar? Oradan 3 dənə 4 dənə insana bənzəməyən məxluqlar çıxırlar. Kərimə dövlət çağırışları edirlər. Burada sinə döydürüb salam fərməndə yoxdururlar. Nədir bu?